Hamı salam, əziz dostlar. Keçən dərsdə biz ziddiyyətlər haqqında danışdıq. Dedik ki, iki hökm arasında ziddiyyətin gerçəkləşməsi üçün 9 dənə vəhdət olmalıdır ki, bu 9 dənə vəhdət əsasında ziddiyyət gerçəkləşə bilir. Və ziddiyyətin də tərifində qeyd etdik ki, ziddiyyət o şeydir ki, iki hökmdür. Bir hökm, yəni bir-birinin əksi olan iki hökmdür və təbii ki, bunlardan biri doğru, digər isə yalan olmalıdır. Mütləq ziddiyyətin qayda qanunu bundan ibarətdir. Əgər bu düzüdürsə, doğrudursa, bunun əksi yalan olmalıdır. İkisi də yalan olsun və yaxud da ikisi doğru olsun, burada ziddiyyət yarana bilməz. Buna ziddiyyət demirik. Ziddiyyət budur ki, bu doğrudursa, digəri bunun əksi yalan olmalıdır. Məsələn, biz misal demişdik, hər bir insan canlıdır, bəzi insan canlı deyil. Təbii ki, əgər deyiriksə, hər bir insan canlıdırsa, onda bəzi insan canlı deyil. Bunu hansı düzgündür? Sən bu tərəfdən hər bir insan canlı olmasını dedin, amma bu tərəfdə bəzi insanların canlı olmamasını dedin. Ziddiyyət burada yarana bilər, bəli. Və bunlardan mütləq olaraq biri düzgün, biri yalandır. Məlum məsələdir ki, hər bir insan canlıdır olan hökm doğrudur. Və bunun əksi olan bəzi insanlar canlı deyil, bu yalandır. Çünki bütün insan əslində canlıdır. Və yaxud da məsələn, deyirik, Həsən tələbədir, Həsən tələbə deyil. Mütləq olaraq, ya Həsən tələbədir, bu doğru olmalıdır, ya da Həsən tələbə deyil və hansı biri doğru olsa, digəri yalan olacaq. Hər ikisində doğru olub və yaxud da yalan olması olarsa, onda bu ziddiyyət burada yaranmaz. Demək dostlar, biz 9 dənə vəhdəti qeyd etdik, ancaq 9 dənə vəhdətdən əlavə 3 dənə də, təbii ki, biz ikisini qeyd edəcəyik. Təbii bizim üçün ikisi daha mühümdür, üçüncü ilə də mühüm deyil. 2 dənə qismən də işarə etmişdik. 9 dənə ziddiyyətlərdə, 9 dənə iki hökm arasında ziddiyyətin yaranması üçün 9 dənə vəhdətdən əlavə, birlikdən əlavə 2 dənə də fərqlilik olmalıdır bu iki hökm arasında. Yəni 9 dənə birlik olmalıdır iki hökm arasında və həmçinin də bundan əlavə 2 dənə yerdə fərqlilik olmalıdır. Qismən də işarə etmişdik. Burada da qeyd etmişdik ki, iki zidd hökm kəmiyyət və keyfiyyət baxımından bir-biri ilə fərqlənməlidir, fərqli olmalıdır. Bir-biri ilə fərqli olub, 9 şeydə isə bir-biri ilə eyni olmalıdır. Həmin o fərqliliklər kəmiyyət və keyfiyyətdədir. Yəni 9 dənə şərt gerçəkləşəndən sonra gəlib kəmiyyət və keyfiyyətdə də fərqlilik olmalıdır. Kəmiyyət və keyfiyyətdə bilirik nədir? Yəni kəmiyyət deyəndə ümumi və xüsusi hər iki hökm, biri əgər ümumidirsə, digəri xüsusi olmalıdır. Və yaxud digəri xüsusidirsə, digəri bunun əksi onda ümumi olmalıdır. Hər ikisi ümumi hökm olsun, hər ikisi xüsusi hökm olsun, onda ziddiyyət burada yaranmayacaq. Məsələn, bu dediyimiz kimi hər bir insan canlıdır və bəzi insanlar canlı deyil. Gərək biri ümumi gəlsin, biri xüsusi gəlsin. İkinci şərt də budur ki, keyfiyyətdə fərq olmalıdır. Yəni nə? Keyfiyyətdə dedik, iqrari, inkari. Lap əvvəldə keçmişik. Bir hökm əgər iqraridirsə, onun əksi onda inkari olmalıdır. Və yaxud bu iqraridirsə, əksi onun inkari olmalıdır. Yəni, hər ikisi iqrari olsun, hər ikisi inkari olsun. Burada ziddiyyətin yaranması mümkün deyil. Yəni, bizim dediyimiz o ziddiyyət qanunu yaranmayacaq burada. Məsələn, bir neçə misalı qeyd edək və baxaq görək ki, görəcək burada heç də ziddiyyət yaranmayıb. Hansı yerlərdə? Məsələn, birinci gələk kəmiyyətdə. Kəmiyyətdə misal üçün biz deyirik ki, bir dənə belə misal, kəmiyyətə indi baxın, burada kəmiyyətə riayət etməyəndə heç də burada ziddiyyət yaranmayacaq. Deyirik ki, bütün canlı insandır. Bir dənə hökmdür. Və bu hökm ümumidir, kəmiyyət baxımından ümumidir, çünki bütün. Və bunun ziddiyyətini gətiririk. Təbii ki, güya bunun ziddidir. Gətirib deyirik ki, canlılar içərisində insan yoxdur. Yəni, canlılar, insan deyən canlı yoxdur. Canlılar içərisində heyvandır və insan canlı deyil, bu mənada gəlir. Burada deyirik ki, canlılar içərisində canlıdan elə bir şey yoxdur, insan olsun. Bu da canlılar ümumi gətirdik yenə. Bütün yəni canlıdan qəsdimiz burada bütün canlıdır. Baxın dostlar, burada ziddiyyət yaranmayacaq.
Niyə? Çünki əvvəla hər iki hökm burada ikisi də səhvdir. Nəinki biri doğrudur, digəri səhvdir. Sən burada deyəndə bütün canlı insandır, bütün canlı insan deyil. Bəzi canlılar insandır, çünki bəzi canlılar heyvan sayılır. Və həmçinin deyəndə canlılardan insan yoxdur, bu da səhvdir. Necə yəni canlılardan insan yoxdur? Canlıların içərisində insan da var, insan da mövcuddur. Və görür ki, hər iki hökm əslində səhvdir. Amma bizim qaydamız bu idi ki, ziddiyyət qanununda biri doğru, biri yalan olmalıdır. Biri doğru, biri səhv olmalıdır və yaxud belə deyəcəksək. Burada isə hər ikisi səhvdir. Deməli, burada ziddiyyət qanun meydana gəlməlidir. Səbəb, aydındır ki, səbəb də budur ki, çünki biz burada kəmiyyətə eyni gətirdik hər iki hökmdə. Bütün kəmiyyət ümumi olaraq burada işarə olundu. Ona görə bu yerlərdə baxmayaraq ki, 9 dənə o həmin dediyimiz vəhdət burada var. Məsələn, subyekti eynidir, heyvandır, sonra predikatı eynidir, insandır. Baxmayaraq ki, yəni bunların hamısı var. Bunların biz hamısına riayət eləmişik. Lakin burada biz zaman da eynidir. Hər bir şey, məkan eynidir, amma heç də burada hökm düzgün olmayacaq. Çünki ona görə düzgün olmayacaq ki, 9 dənədən dediyimiz əvvəl bir kəmiyyətə də biz riayət etməliyik. Kəmiyyət fərqlənməlidir. Sonra dostlar, ikincidə keyfiyyətdə mümkün olmayacaq. Keyfiyyətdə fərqlilik olmasa iki hökm arasında o ziddiyyət baş verməyəcək. Məsələn, bəzi yerləri oxuyaq, görək ki, burada keyfiyyəti biz eyni gətiririk. Eyni gətirdiyimizə görə də heç burada fərqlilik olmur. Misal üçün, deyirik ki, insan içərisindən daş yoxdur. Yəni, insanların içərisində insan deyilən bir daş yoxdur. Ümumi insandan söhbət gedir. İnsan varlıqdır. O varlıq, yəni insan varlığı, elə bir insanların içərisində elə bir insan yoxdur ki, daş olsun. Və sonra gətirib deyirik ki, bəzi insan daş deyil. Bəzi insan daş deyil. Çox üzr istəyirəm, mən bu birisini oxuyacaqdım. Bu misal oxuyaq daha doğrusu, çünki bu daha dolğun bir misaldır. Misal belə deyək, deyirik ki, insanlar içərisində canlı yoxdur. Məsələn, belə deyək, ən yaxşı bu. Deyirik ki, insan varlıqdır və insan varlığının içərisində canlı yoxdur. İnsanlar elə bir şey yoxdur ki, canlı olsun. Və güya bunun ziddiyyətini gətiririk və deyirik ki, bəzi insan canlı deyil. Bir daha qeyd eləyək, tam zihninizə otursun. Deyirik ki, insanların içərisində canlı yoxdur. Və sonra güya bunun ziddiyyətini gətiririk. Deyirik ki, bəzi insan canlı deyil. Baxın, burada ziddiyyət yaranmayacaq bu iki hökm arasında. Ona görə yaranmayacaq, əvvəla hər iki hökm yalandır. Hər iki hökm səhvdir. Amma bizim ziddiyyət qanunumuzda dediyimiz kimi, ziddiyyət qanununda hər iki hökm arasında biri doğru, digəri yalan olmalıdır, səhv olmalıdır. Halbuki bu misalda hər ikisi səhvdir. Niyə? Çünki biz deyirik ki, insan içərisində canlı yoxdur. İnsandan elə bir şey yox ki, canlı olsun. Canlı deyil yəni. Necə yəni canlı? İnsan canlıdır axı. Sən necə deyə bilərsən, insan içərisində canlı yoxdur? Və ikinci tərəfində gətirsən, deyirsən ki, bəzi insan canlı deyil. Necə yəni bəzi insan canlı deyil? Bütün insan canlıdır axı. Biz bilirik ki, bütün insan canlıdır. Deməli, hər iki hökm burada səhvdir. Hər iki hökm burada səhv olduğuna görə ziddiyyət qanunu yaranmayacaq. Ziddiyyətdə biri doğru, digəri yalan olmalıdır. Səbəb, niyə ziddiyyət yaranmadı? Səbəb də budur ki, burada keyfiyyət hər ikisi eyni olan. Biz deməkdik ki, keyfiyyətin bir-birindən fərqli olmalı iki hökm arasında. Keyfiyyət fərqli olmalı. Çünki burada hər iki keyfiyyət iqraridir. Çünki biz deyirik ki, insan içərisində heyvan yoxdur. İnsan içərisində heyvan yoxdur. Sonra deyirik ki, bəzi insan, heyvan deyəndə canlı, insan içərisində canlı yoxdur. Yəni canlı yoxdur və sonra deyirik ki, bəzi insan canlı deyil. Hər iki hökm səhvdir, çünki hər ikisində də inkari hökm gəlir. Həm bu da inkaridir, bu da inkaridir. Gərək biri inkari olsun, biri iqrarı olsun. Bu cəhətdən də insan içərisində canlı yoxdur və bəzi insan canlı deyil, hər ikisi yoxdur və deyil. Bunlar hər ikisi inkari olduğuna görə ziddiyyət qanunu burada
meydana gəlməyəcək. Ziddiyyət qanununun meydana gəlməsi bundan ibarət ki, gərək bir hökm digər hökmdən keyfiyyət və kəmiyyət baxımından fərqlənsin. Demək dostlar, ziddiyyət qanununu bura qədər hələ ki yekunlaşdırdıq və bildik ki, ziddiyyət qanunu 9 vəhdətdən əlavə 2 dənə də keyfiyyət və kəmiyyət baxımından fərqlilik olmalıdır. Növbəti bir məsələ dostlar bundan ibarətdir ki, biz hər hansı başqa bir bölgəyə keçirik. Biz hər hansı iki müəyyən hökm arasında başqa üç münasibətin yaranmasını görürük. Görürük ki, iki müəyyən hökm arasında başqa bir münasibətlər də yarana bilər. 3 dənə münasibətdir ki, bugün bunları keçəcəyik. Hansı münasibətlərdir? Əkslik, qismən əkslik və tabelik. Nə deməkdir bu? Əvvəla gələk bunların qaydasını ümumi keçək, sonra onu izah eləyəcəyik. Əkslik olan hökmlər, yəni əks sözdə bu bir-birinə əks olan hökmlərdir. Amma burada əkslik nə deməkdir? Onu izah eləyəcəyik. O əksliyin qaydasını, qanunun yaranması üçün nə etməliyik? Əvvəla əkslik münasibətində hər iki hökm ümumi olmalıdır. Biri ümumi, biri xüsusi olmamalıdır. Hər iki hökm ümumi gəlməlidir. Məsələn, hər bir insan canlıdır, əksi də heç bir insan canlı deyil. Hər bir insan heç. Ümumi də hökm demirik ki, bəzi insan canlı deyil və yaxud da bəzi insan canlıdır. Hər ikisi ümumi olaraq gəlir. Və sonra biri iqrari, digər də inkari olmalıdır. Hər bir insan canlıdır, heç bir insan canlı deyil. Birincisi iqrari, ikincisi deyilinə, yəni inkari gəldi. Əgər buna riayət olunarsa, bu münasibətə əkslik münasibəti deyərlər. Əkslik münasibətində nədən ibarətdir? Yəni, xüsusi bir özəllik nədən ibarətdir? Bundan ibarətdir ki, əkslik olan hökmlərdə biz bir hökmün doğru olması ilə, yəni onun doğru olmasını bildikdə, onun əksinin yalan olmasının nəticə olaraq əldə edə bilərik. Doğrudan yalan nəticəsi əldə edə bilərik. Təbii ki, əks olan hökmün. Məsələn, biz bilirik ki, hər bir insan canlıdır, bunu qəbul edirik. Bunu hamımız bilirik. Hamıya bu sabitdir. İndi isə bunun əksini gətirirlər. Deyirlər ki, heç bir insan canlı deyil. Biz deyirik ki, o heç bir insan canlı deyil ki, hökm var. Bunun əksi, bizim dediyimiz hökmün əksi. Bu yalan hökmdür. Səbəb niyə yalan hökmdür? Çünki hər bir insan canlıdır. Biz bunu doğru hesab edirik. Bunun doğruluğunu bilirik və bu doğruluq vasitəsilə biz onun əksini, yalan olmasını meydana gətiririk. Ancaq əksinə, yəni yalanlıqdan doğruluq əldə etmək isə bu mümkün deyil. Belə bir nəticə əldə edə bilmərik. Yəni, məsələn, təsəvvür edin ki, iki dənə hökmdür, zid hökmdür. Bir hökmün yalan olmasını bildin. Bildin ki, bu hökm yalandır. Bu hökmün yalandır, bunun əksində yalan olmasını təbii ki, əqli cəhətdən yalan olmasını biz sabit edə bilmərik. Nəticə olaraq onun yalan olmasının nəticə kimi əldə edə bilmərik. Niyə? Çünki ola bilsin elə bu da yalandır, bu da yalandır, hər ikisi yalandır. Yəni, mümkün ki, bu da yalan olsun, bu da yalan olsun. Və hər ikisi yalan ola bilər deyə birinin yalanlığı ilə digərinin doğruluğunu sabit edə bilmərik. Amma əksinə birinin doğruluğu ilə digərinin yalanını sabit edə bilərik. Niyə? Çünki ümumi hökmdür. Əgər biz deyiriksə ki, hər bir insan canlıdır, sonra ümumi olaraq gətirib deyiriksə ki, heç bir insan canlı deyil, bu yalandır. Çünki biz bütün insanlara canlılıq kateqoriyasına aid etdik. Deməli, bu sabitsə, doğruluğu sabitsə, bunun yalanlığı mütləq olaraq ortaya çıxır. Amma əksinə biz yalanlıqla gəlib doğruluğu sabit edə bilmərik. Niyə? Çünki indi ola bilsin ki, bu da yalandır, bu da yalan. Təbii ki, indi bu misalda bizim zehnimiz, siz deyə bilərsiniz ki, necə yəni, heç bir insan canlı deyil deyirik. Mən deyirəm, bu yalandır və bu yalandan da hər bir insan canlı olması sabit edirəm axı, mən bilirəm axı. Məsələ burasındadır ki, əvvəl sən hər bir insan canlıdır sabit etmişsən və o doğruluqla əslində bu birisinin yalan olmasını meydana gətirirsən. Əslində belə proses belə baş verir. Amma fərz edək ki, biz bunu bilməsək, heç birinin doğruluğunu bilməsək,
Sənə gəlib isbat etsələr ki, heç bir insan canlı deyil, hökm səhvdir, bunun vasitəsilə gəlib sən hər bir insan canlıdırın doğru olmasını, bu hökm doğru olmasını isbat edə bilməzsən. Yəni nəticə əldə edə bilməzsən. İsbat başqa bir şeydir. İsbat edə bilərsən, amma nəticə olaraq əldə edə bilməzsən. Zehnimiz onun avtomatik olaraq doğru olmasına yönələ bilməz. Hər bir şeydə belədir. Biz məsələn bir dənə fikirləşin, elmi bir məsələdə fərq eləmir, nə olursa olsun. Biz hər hansı bir şeyin doğru olmasını isbat edirik, onun doğru olmasını təbii ki, yenə deyirəm, əkslikdə. Çünki əkslikdə hər ikisi də ümumidir, ümumi qaydadır, belə deyək. Qayda demək, yəni ümumiyyətə, hamısına aiddir. Biz ümumi olaraq bir şeyin doğru olmasını sabit ediriksə və hər bir şey ümumi deyəndə, hər bir predmet bu ümuminin içərisinə daxil olur. Məsələn, insanın predmetləri və bütün insanın canlı olmasını deyiriksə, o insanın predmetlərini, Həsən, Hüseyn, Zəhra hamısı ora daxil olur. Və ora daxil olanda biz əgər isbat etmiş isə ki, hər bir insan canlıdır, gəlib heç bir insan canlı deyil deyə bilmərik. Niyə? Çünki bütün hamısını biz canlığa aid etdik. Bu doğrudursa, bu necə yəni doğru ola bilər? Təzədən burada ümumi qaydandan ümumi olaraq hamısına işarə ilə, ümumi qayda deməyək, ümumi olaraq hamısına işarə edirən ki, canlı deyil. Amma əksinə problem deyil, əksinə necə yəni problem deyil, bu da səhv ola bilər. Bu da səhv ola bilər çünki hələ mən onu sabit etməmişəm, heç birini sabit etməmişəm. Bu da belə dostlar. Buna deyərlər əkslik. İkinci gəldik qismən əksliyə. Qismən əkslik nədir? Birinci bunun qaydasını deyək, nələrə tətbiq olmalıdır? Qismən əkslikdə hər iki hökm xüsusi olmalıdır, yəni ümumi olmamalıdır, birincinin əksini olaraq. Ancaq biri iqrarı, digəri isə inkarı olmalıdır. Şimdi birincinin eynidir. Burada isə iqrarı və inkarı fərqlilik baxımından birincinin eynidir. Amma fərqli cəhət budur ki, burada yəni qismən əkslikdə hər ikisi xüsusi olmalıdır. Məsələn, deyirik ki, bəzi insanlar canlıdır və əksini gətiririk, deyirik, bəzi insanlar canlı deyil. Canlı deyildir və yaxud. Burada biz hər ikisi, bu birisində də bəzi gəlib, hər ikisində xüsusi olaraq işarə edirik. Xüsusi hökmdür, çünki bütün insanlar demirik və təbii ki, biri iqraridir, digəri isə inkaridir. Çünki bəzi insanlar canlıdır, digərisi inkarı, bəzi insanlar canlı deyildir. Buna deyərlər qismən əkslik. Nəyə görə qismən əkslik? Adından da gördüyün kimi, çünki qismən burada ziddiyyət var. Bəzi, qismən ziddiyyət gəlir burada. Tamamilə ziddiyyətdən söhbət getmir burada. Bunun da nədən ibarətdir? Demək, burada da hansı bir yollarla biz hansı nəticələri belə deyək, əldə edə bilərik? Aralarında qismən əkslik münasibət olan iki hökmdən birinin yalanlığından digərinin doğruluğunu nəticə ala bilərik. Amma burada biz gəlib birinin yalan olması ilə digərinin doğru olmasını nəticə ala bilərik. Yuxarıda deyimizdə isə elə deyil. Yuxarıda deyil ki, doğruluqdan yalanlıq nəticə ala bilərsən. Amma burada yox, yalanlıqdan doğruluğa nəticə ala bilərsən. Necə? Məsələn, bəzi insanlar canlıdır, bəzi insanlar canlı deyil. Fərz edək ki, biz deyirik ki, bəzi insanlar canlı deyil. Bunun yalan olması bizim üçün sabit oldusa, onda biz gəlib bəzi insanlar canlıdır, doğru hesab edə bilərik. Səbəb budur ki, bu qismən əkslikdir. Yəni, bəzi insanlar bölünür iki kateqoriyaya. Belə çıxır ki, iki kateqoriyaya bölündü. Gəlib deyirsən ki, çünki bəzidən söhbət gedir. Bütün insanları, məsələn, sən burada niyyətin bütün insanlar deyil ki, mən deyəndə bəzi insanlar canlı deyildir. Bunun yalan olması mənim üçün sabit oldusa, onda bəzi insanlar canlıdıra bu daxil olacaq. Çünki sən bölürsən, sən gəlirsən burada deyirsən, bəzi insanlar canlıdır, bəzi insanlar canlı deyil. Yəni, bəzisini canlı, deyəndə ki, bəzi insanlar canlı deyil, o deməkdir ki, yəni bəzisinin canlı olmasını qəbul edirsən. Amma gəlib o bəzisinin canlı olmasını qəbul etmirsən, bu hökm yalan olsa, bəs yaxşı, bu bəzi insanın bir hissəsi hara daxil olacaq? Təbii ki, gəlib bəzi insanlar canlıdır, yəni o bəzilərinə daxil olacaq, bəzinin hissəsinə daxil olacaq. Və burada biz deyəndə ki, bəzi insanlar canlıdır, bəzi insanlar canlı deyil, bəzi insanlar canlı deyildir. Bunu biz yalan olmasını sabit etsək, məlum məsələdir ki, bu yalan
yalandan digərinin doğruluğunu. Yəni bəzi insanlar xeyr canlıdır. Necə canlı deyil? Sənin dediyin bəzi insanlar canlıdır. Sən ki deyirsən ki, bəzi insanlar canlı deyil. Bu yalandır. Yalandırsa onda nədir? O bəzi insanlar canlıdır. Nə əsasən? Çünki sənin dediyin o bəzi insanlar o bizim ikinci o birisi insanlara, canlı olan insanlara da daxil olur. Xülasə, yəni burada yalanlıqdan doğruluq nəticə ala bilərik. Ancaq birincinin fərqi ilə, əksliyin fərqli olaraq burada birinin doğruluğundan digərin yalanlığını nəticə ala bilmərik. Əks amma olmaz. Yəni gəlib biz deyəmərik ki, biri doğrudursa, onda digəri yalandır. Xeyr, bunu biz əldə edə bilmərik. Yəni gəlib deyəmərik ki, məsələn, bəzi insanlar canlıdır, bu doğrudur. Aha, bu doğrudursa deməli bəzi insanlar canlı deyil, səhvdir. Xeyr, axı mən burada bəzidən söhbət edirəm. Mən iki yerə böldüm axı burada. Bəzisini canlı deyirəm, bəzisini canlı demirəm. Yəni doğruluqdan yalan nəticə əldə etmək olmaz. Amma yalanlıqdan əgər desən ki, bu yalandır, bəs yaxşı bu hara daxildir? Bu yalandırsa, onda o sənin dediyin bəzi insanlar xeyr, nədir? Onlar da canlıdır. Çünki bunlar da o insanların, canlı olan insanların digər hissəsinə daxildir. Ümid edən fikrimi izah edə bilirəm. Çünki biraz çətindir, düzdür. Məntiqi biraz qaydası mümkün ki, çətin olsun. İnşallah ki, aydın olar sizə. Və biz dediyimiz kimi burada birinin doğruluğundan digərinin yalanlığını nəticə ala bilmərik. Çünki hər ikisinin doğru olması da mümkündür. Bəli, çünki burada bölürsəm, mən deyirəm, bəzisi canlıdır, bəzisi canlı deyil. İncə dediyim kimi. Bu da qismən əkslik oldu, dostlar. Növbəti bir digər başqa bölümdə dedik, tabelilik əlaqəsi. Tabelilik əlaqəsi də iki yerdə ola bilir. İki hökmdə necə? Birincisi budur ki, tabelilikdə hər iki hökm iqrari olmalıdır, hər iki hökm iqraridir. Mütləq olaraq iqrari olmalıdır. Məsələn, hər bir insan canlıdır, iqrari, bəzi insanlar canlıdır. Bu da iqrari. Əksi demək, yəni iqrarı oldu hər ikisi. İki hökm arasında iqrar oldu. Bu da oldu, bu da. Və sonra nə edirik? Digər isə xüsusi olduqda onlar arasında münasibət, bəli, elə bunu deyək burada. Yəni hər iki hökm iqrari olmalıdır. Biri, bəli, hər iki hökm iqrari olmalıdır. Biri ümumi olmalıdır, amma digər isə xüsusi olmalıdır. Necə? Hər bir insan canlıdır. İqraridir, bəli. Və həmçində ümumidir, bəli. Burada isə bəzi insanlar canlıdır. Bu da iqraridir, bəli. Amma deyir ki, biri iqrari, biri ümumi, biri xüsusi olmalıdır. Bəzi insanlar canlıdır isə bəzi. Bu xüsusidir. Bir bu yerdə gəlib ola bilir. Bir də ki, hər iki hökm bəzən inkari ola bilir. Hər iki hökm ola bilsin ki, inkari olsun. Amma biri ümumi, digər isə xüsusi olduqda onlar arasında da tabelilik yarana bilər. Amma biz biri ilə kifayətlənəcəyik. Əsas bizim üçün birincisidir. Hansı hər iki hökm iqraridir, lakin biri ümumi, digər isə xüsusidir. Nə deməkdir? Yaxşı, bunların nədən ibarətdir? Burada nə deməkdir? Burada o demək ki, iki hökm ona görə tabeli adlanır ki, qismən biz tabelilik bəhsini keçmişdik. Məsələn, insan canlı. Məlum məsələdir ki, canlı ümumidir, insan isə biraz xüsusidir. Xüsusidir, yəni predmetləri. Təbii ki, bu insan predmet tabedir nəyə? Canlıya. Predmet cəhətindən canlıya tabedir. Yəni, insanın predmetləri də elə canlıdır. Yaxşı, amma canlının predmetləri biraz genişdir. Canlının elə predmeti var ki, insanın predmetinə aid olmur. Sadəcə olaraq, insan predmet cəhətindən tabedir canlı məfhuma. Onun predmetləri ilə canlının predmetləri hesab olunur. Burada isə nədir? Nə görə tabeli adlanır? Çünki xüsusi hökm ümumi hökmün məzmununda ehtiva edilir. Hər bir insan canlıdır. Bəzi insanlar canlıdır deyəndə məlum məsələdir ki, o bəzi insanlar ki, insanların bəzisinə biz işarə edirik. O bəzi insanlar, hər bir insan canlıdır. Bəzi insanlar canlıdır hökmü, hər bir insan canlıdır hökmün daxilindədir. Yəni, onun məzmununda ehtiva edilir. Yəni, o bəzi insanlar elə hər insan sayılır. Hər insanın içərisindədir, onların hissəsindəndir. Və iki hökm arasında tabelik münasibəti olduqda, çox xahiş edirəm buna diqqət edək, ümuminin doğruluğundan xüsusinin doğruluğu
nəticə olaraq əldə edə bilərik. Yəni, əgər ümumi doğrudursa, xüsusi də doğrudur. Necə? Hər bir insan canlıdır. Bu doğrudur? Bəli. Onda bəzi insanlar canlıdır da doğrudur. Necə? Nə baxımdan? Məlum məsələ ki, mən insanların bəzisinə işarə edirəm. Mən məsələn burada məqsəd bu deyil ki, insanı iki yerə bölüm, deyəm ki, bəzisi canlıdır, bəzisi canlı deyil. Xeyr, bu bəzi insanlar canlıdır, hər insan canlıların içərisindədir. Və burada biz deyəndə hər bir insan canlıdır, ümumini biz doğru götürsək, təbii ki, onun həmin o xüsusi hökm, bəzi insanlar canlıdır, o da doğru olacaq. Nə əsasən? Çünki biz ümumidən xüsusiyə gəldik deyə, ümuminin doğruluğundan xüsusinin doğruluğunu da sabit etdik. Çünki o bəzi insanlar ümuminin içərisinə daxildir. Bəli, sonra və xüsusinin yalanlığından ümuminin yalanlığının nəticə alınır. İndi isə əksinə xüsusinin yalanlığından ümuminin də yalanlığı nəticə əldə edilə bilər. Necə? Məsələn, fərz edək ki, deyirik ki, hər bir insan canlıdır, bəzi insanlar canlıdır deyəndə, fərz edək. Fərz təbii ki, deyək ki, bəzi insanlar canlıdır, bu səhvdir, səhv hökm. Niyə? Çünki bəzi insanlar canlı deyil. Onda əgər bu xüsusi yalançısı, ümumisi də yalandır. Hər bir insan canlı da yalan olacaq. Niyə? Çünki axı bu xüsusi, bu bəzisi, bir hissəsi ümumiyə aiddir. Sən də orada ümumi deyəndə, hər insan deyəndə xüsusidə olanı da aid edirsən. Xüsusi yalançısı necə sən hamısını doğru hesab edə bilərsən? Yəni, mən deyəndə ki, bütün insan canlıdır və bəzi insanlar canlıdır deyəndə, deyirsən ki, bir dəqiqə deyəm, bəzi insanlar canlıdır, səhvdir. Bu xüsusi sənin hökmün səhvdir və ona görə də sənin ümumi hökmündə səhvdir. Niyə? Çünki xüsusi o hökmdə o hissə, insanın bir hissəsi daxildir ümumiyə. Bu səhvdirsə, o da səhvdir. Demək, xüsusinin yalanlığından ümuminin yalanlığını da ortaya çıxarda bilərik. Sonra, başqa bir tərəfi, zehin doğruluqda ümumidən xüsusiyə, yalanlıqda isə xüsusidən ümumiyə hərəkət edir. Yəni, doğruluqda zehin ümumidən xüsusiyə olan hərəkət yolu, eləcə də yalanlıqda xüsusidən ümumiyə hərəkət yolu bir tərəflidir. Bunu dedik. Yəni, hər iki tərəf bir tərəfdən, əgər yalanlıq tərəfə gedirsənsə, xüsusidən ümumiyə yalanlıq tərəf gedəcəksin. Amma yox, doğruluq tərəfinə gedirsənsə, onda ümumidən xüsusiyə hərəkət edəcəksən. Lakin bir dənə bir məsələni qeyd eləyək. Belə ki, ümuminin də bəzən yalan, xüsusinin isə doğru olması mümkündür. Bəzən də belə ola bilir. Bəzən gəlib görür ki, ümumi yalandır. Ümumi yalansa onun xüsusi də yalan ola bilər. Amma biz bayaq necə dedik? Burada dedik ki, ümuminin doğruluğundan xüsusinin doğruluğu və xüsusinin yalanından ümuminin yalanlığı meydana gəlir. Bəzən də əksinə olur. Ümuminin doğruluğundan xüsusinin doğruluğu yox, ümuminin yalan olmasından xüsusinin isə doğru olması da mümkündür. Bəli, ümumi yalandır. Hökm olaraq ümumi yalandır, amma xüsusi doğrudur. Başqa bir tərəfdən də belə də ola bilir. Necə? Məsələn, deyirik ki, hər canlı insandır, bəzi canlılar insandır deyəndə, burada ümuminin yalanın olması nədir? Hər canlı insandır, yalandır. Niyə? Çünki hər canlı insan deyil. Bəs nə nəticə əldə olunur burada? Sən nə deyəcəksən burada? Artıq avtomatik ümumidən xüsusi hərəkət eləyəcəksən. Deyəcəksən ki, hər bir insan canlı deyil. Nədir bəs? Bəzi canlılar insandır. Özün zehni avtomatik ümumidən, ümuminin yalan olmasından xüsusi bir hökm əldə etdin. Bu da tabelilik. Dostlar, çox istəmirəm sizi narahat edim, amma bunu biləndə tabelilik çox incə bir nöqtə. Həm gözəl bir bəhsdir, zehnimiz işləyir bundan, həm də ki, bir təkrar eləyək, zehnimiz daha da otursun və dərsimizi bura qədər yekunlaşdıraq ki, çox çətin olmasın, növbəti və başqa dərsə keçərik. Baxın, bir də qeyd edirik. Bəzən biz, demək, iki dənə hökm olur, ümumi və xüsusi hökm olur. Və təbii ki, tabelilik əlaqəsi olur burada, onda qaydasını dedik. Ümumi və xüsusi hökm olur. Ümumi və xüsusi hökm üç cür ola bilir. Bir, ya sən gəlib, demək, ümuminin doğruluğundan xüsusinin doğruluğuna bir nəticə əldə edəcəksən, ya necə? Deyəcəksən ki, hər bir insan canlıdır. Bu doğrudur? Bəli, doğrudur. Onda mən desəm ki, bəzi insanlar canlıdır. Bu da doğrudur? Bəli, doğrudur. Nə əsasən? Çünki o bəzi insan, hər insanın bir hissəsidir. Bunun doğru olmasından o xüsusinin də doğru olması meydana gəlir. Zehnin avtomatik belə gedir.
Mən yenə deyirəm, amma bəzi insanlar canlı deyəndə bu mənada başa düşməyin ki, bəzi insanlar canlıdır, bəzisi canlı deyil. Xeyr, bu mənada demir. O ümumidən hər insan canlıdır, onun içərisindən bir hissəsini çıxardıb deyir. İkinci bir tərəf də budur ki, demək, biz gəlib neyinirik? Ümuminin yalanlığı nəticə, bəli, iki hökm arasında tabilik oldu. Ümuminin doğruluğundan xüsusinin doğruluğu və xüsusinin də yalanlığından ümuminin yalanlığı da meydana gələ bilir. Necə? Deyir ki, bəzi insanlar canlıdır, xüsusidir. Doğrudur bu? Deyirik, doğru deyil. Aha, doğru deyilsə, onda ümumisi də düzgün deyil ki, sən dediyin ümumisi də düzgün deyil. Bütün insan canlıdır. Bütün insan canlı deyil ki, axı dedin ki, bəzi insanlar canlı deyil. Zehn avtomatik belə gedir. Və bəzən də dedik ki, necə olur? Bəzən isə ümuminin yalan olması ilə xüsusinin doğru olması meydana gəlir. Necə? Deyirik ki, hər canlı insandır. Deyirsən ki, xeyr, deyən hər canlı insan deyil. Bəs nədir? Bəzi canlı insandır. Zehnim artıq burada xüsusinin doğru olmasını, ümuminin yalan saydı, ümumi hökmü yalan saydı, xüsusi hökmü doğru olaraq meydana gətirdi. Bu da bizim dostlar, demək, ziddiyyətlər bəhsimiz idi. Ziddiyyət bəhsini keçdik. 9 vəhdət harada olmalıdır? Əkslik, qismən əkslik, tabilik və həmçində gəldik. Dedik ki, iki hökm arasında harada fərqlilik olmalıdır. Bunların hamısını dedik və növbəti dərsimizdə dəyişilmə və qarşılaşdırılma dərsi olacaq ki, bu da yaxşı dərslərdən biridir. Bunu da bilmək çox mühümdür. Bura qədər dostlar, sağ olun, salamat qalın. Elhamdülillah.